Bəli, doğrudan da əziz valideynlər, əziz analar, bacılar, evladlarınızı siz bizdə nəinki gündüz, həm də gecə yatılı bağça olaraq fəaliyyət göstərən Humay uşaq bağçasına yəni ki, etibar edə bilərsiniz, güvənə bilərsiniz bizə. Burada uşaqlara 24 saat xidmətində durulur, gündə 5 dəfə qidalanmadır, həm də burada tədris də var, ingilis dili, rus dili, gündə 5 dəfə qidalanma. Qidalanmamız ev konseptində hazırlanır burada. Yəni iş xanımlarımız, simində olan analarımız, hansı ki uşaqlarını qoymağa yeri olmayan xanımlarımız, güvənilən adam olmayanda, yəni bura gətirib uşaqlarımızı bizə etibar edə bilərlər. Çox sağ olun. Telefon nömrələrini artıq burada görürsünüz. Əlaqə nömrələri, müraciət edin. Eşitdiniz, Humay Körpələr Evinin rəhbəri azyaşlı uşaqlarla bağlı müraciət etdi. Gecələmək üçün, gecə burada qalmaq üçün, yəni Humay Körpələr Evində, uşaq bağçasında ora müraciət edə bilərsiniz. Bəli, Rəqsanədən danışacağım. Rəqsanə xanım halallığını ver, halallığını ver. Gör nə deyib, qızı nişanlanıb. Qızı nişanlanıb, hansı qızı nişanlanıb? Deyib ki, kiçik qızı Yağmura elçi düşüb. Kim düşüb görəsəm? Təbii ki, insana deyirəm, Milli.Azab. Yağmura artıq elçi düşüblər kiçik qızla. Amma ondan da körpələri var, amma belə də biz hələ ki Yağmurun kiçik qız bilirik. Onun sözlərinə görə ailəvi yaxın dostları vasitəsilə bu məsələ barədə onun həyat yoldaşına danışdılar və artıq tərəflər arasında ilkin razılaşmalarda müzakirə olunub. Necə deyirlər? Deyir ki, ya oğlu, ya qızı tez evləndirməsin, ya deyirlər də belə tez duranla tez evlənən udur. Elə Yağmurun da tez evlənməyi yaxşıdır. Rəqsanə qeyd edib ki, qızının işləməsinə qarşı tərəf də müsbət yanaşır. Həmçinin Yağmurun öz biznesini qurduğunu və gözəllik salonu açdığını vurğulayıb. Sənətçinin dediyinə görə məsələ ilə bağlı ailədə də məsləhətləşmələr aparılır və qohum olmaq istəyən şəxslər sentyabr ayında nişan mərasimini keçirilməsini istəyiblər. Allah xoşbəxt etsin. Nə deyək? Yağmur da yaxşı qızdır, gözəl qızdır. Maşallah, 90-60'dır, uca boyu, görkəmi falanı. Düzdür, əməliyyat olundu burunla. Amma öncəki onun o burnu var idi, o qədər sevirdim onu. Onda aristokratlıq çox idi. O burnu belə var idi, filmlərdə görmüşük. Aristokrat xanımların xüsusi belə burunları olub da. Yağmurun onda xüsusi burnu var idi. Kübar idi, zədəgan idi. Yəni, mənə elə təsir bağışlayırdı. Bu halı da gözəldir. Amma o halını daha çox sevirdim. Allah xoşbəxt etsin. Əlaqə nömrələri gənc analar burada görürsünüz. Müraciət edin. Mütləq.